Özümə güzgüdə baxdım və dedim ki, bəli, mən istəsəm bacara bilərəm. Təqaüd proqramına qeydiyyatdan keçmədən əvvəl biraz ümidsiz vəziyyətdə idim. Narahat idim, qorxurdum. Düzdür, özümə heç dəfə deyirdim, narahat olma, heç bir şübhəyə yer vermə. Lakin qalib olduqdan sonra yenə özümə güzgüdə baxdım və dedim ki, bəli, mən istəsəm bacara bilərəm. Mən Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının 2-ci kurs tələbəsi Süleymanova Gülər Sabir qızı. İnanmamışdım sözün açığı, inana bilmədim, yuxuda kimi idim. Meyli görəndən sonra həqiqətən dedim ki, mən qalib olmuşam. Uşaqlıqdan bildiyim bir şey var idi ki, uğurlu olmaq istəyirəm. Gənc qızların rol model kimi görüldüyü biri olmaq istəyirəm. Təqaüd proqramı sayəsində bu dərsləri dayandırıb öz peşəkar sahəmə daha çox vaxt ayıra biləcəyimi düşünürəm. Bu proqram mənim üçün sadəcə maddi bir dəstək deyil, həm də peşəkar karyeramda irəliləmək üçün bir motivasiya mənbəyidir. Bir insan uğurlu olmaq üçün gərək enerji çıxışlı yollardan keçsin. Mən hüquqşünas olduqdan sonra mentor olmaq istəyirəm, onlara öz təcrübələrimi öyrətmək istəyirəm və Nazanla təqaüdü düşünürəm ki, mən bu yolda həm çox kömək olacaq, özüm də Nazanla təşkilatının komandasını irəliləmək istəyirəm bu yolda.